Korkmayın, kefeleyin. Buyur. Ne sözlerini? Ha? Şakir sözünü de. Nəylə bağlı? Ne buraya gelmişsiniz iclasa? Azərbaycanlılarla, tanımadığım qardaşlarla tanışıyorlar. Bəli. Deyəcəyimiz də odur ki, Orxan, yəni neçə ildir sən özündə burada tanıdığım adamlar, yəni yeni tanıdığım adamlar var. Amma bir uzun müddətdir tanıyıram. Gördük, Bəşər Əsədin başına gələni də gördük. Gürcüstanda bu dəqiqə olan mitinglərdə, bu dəqiqə Serbiyanın özündə də, hər yerdə millət qalxıb öz azadlıqlarını istəyirlər, diktatorlara qarşıdır. Orxan olsun, mən olum, başqası olsun, Əlisi olsun, Vəlisi olsun. Biz hamı Azərbaycanda deyən oğlanlar, qadınlar, qızlarımız hamısı var. Amma hər şey bir toplumun əlindən əlinin altından keçir. Yəni millət qalxmalıdır ayağa. 10 nəfər, 100 nəfər yığışır. Biz sözümüzü deyirik. Biz vicdanla da rahatıq ki, Azərbaycan xalqı üçün. Bu dəqiqə 4 dərəcə, 3 dərəcə hava var. Biz gəlmişik bura. Heç kim bizi məcbur eləmir ki, gələnlərin heç biri Orxandan başqa bu Amsterdamda yaşamır. 150 kilometr, Belçikadan da belə gələn var. Nədən yana hamı otura bilər. Həftə sonu yenir qabağıdır, oturub qəşəng kortingli endirimli alış-verişini eləyə bilər, oturaq qəşəng bilər. İnsan göstər bilər. İnsanlar ki oturub istiqof etsin sahibi Holland xalqı kefeliyir, Avropa dağılır. İçə bilər, içə də bilər. Allahın izni